Hər səhv yolun, bunu yadda saxlayın, hər yanlış yolun kiçik bir bəhrəsi var. O kiçik bəhrə adamları aldadır. Şeytan bununla insanları aldadır. Kiçik bəhrə daha böyük bir xeyirdən saxlayır insanları. Daha böyük bir zərərə səbəb olur. Bu mövzular çox düşündürücüdür. Əleyhissalam nə buyurur? Deyir ki, qaniətən nəfsu. Təqvalıların sifətlərini sayır, gəlir, deyir, nəfsi qanidir. Yəni, bu insan axirəti dünyadan üstün tutur. Ruhən böyük olur, qüdrətli olur. Dünya ona təslim olur. Ruzi qazanmaqda azaqani olmur. Bunu yadda saxlayın. Mömin adam deyil ki, qazanmaqda azaqani olsun. Kim bunu desə, deyin sən səhv deyirsən. İslam demir, qazanmaqda azaqani ol. Biraz qazandım, bəsdir.